Salam, ümumi sınaq üçün izahına baxaq. Birinci sualdan başlayaq. Deməli, x, y, z natural ədəd olarsa, a bərabərdir 6x üstə gəl 4, bərabərdir 8y plus 6, bu da bərabərdir 10z plus 8. Hər tərəfə 2 əlavə etsəm, olacaq. Deməli, a plus 2 bərabərdir 6x plus 6 bərabərdir 8y plus 8'e. Bu da bərabərdir 10z plus 10'a. Buradan a üstə gəl 2 bərabərdir. Buradan 6'nı çıxardıram olur. Deməli x plus 1. Buradan 8'i çıxardıram olur y plus 1. Buradan da 10'u çıxardıram olur z plus 1. Deməli 6, 8, 10'a əkab tapsaq. Məsəl üçün 6 bu tip suallarda belə yazır. 6, 8, 10'a. Fikir versə ardıcıl ədədlər. Məsələn 6 ilə 8'ə əkab neçədir? 24. Düzü. 24 ilə 10'a fikir versə, məsəl üçün əkab neçə olar? Deməli 120 olar. Deməli 6, 8, 10'a əkab 120. Deməli bizdən nədir? Şərtini bərabər ödəyən 3 rəqəmli ən böyük a ədədi neçədir? Ən böyükdən söhbət gedirsə, bunu 8'ə vursaq, olacaq 960. Düzdür. A plus 2'ni bərabər edən 960'a. Buradan 960'dan 2 çıxsam olur 958. Yəni B variantı. İkinci sual. İkinci sualda yazıq ki 8 çıxaq 2 kök altda 7 plus 4 kök altı 3'ü yazıram belə 2 vur 2 kimi 2'nin birini atıram kökün altına 2'nin kvadratı 4 3'e vursam 12. Deməli bərabərdir. Bunda qaydası mı? Vuranda 12 toplayanda 7 eləsən 4 ilə 3'də olacaq 8 çıxaq 2 kök altda kökdə 4 üstə gəl kökdə 3'ün kvadratı olur. Kvadratla kök gedir burada. Modulda çıxmaya ehtiyac yox, müsbətdir. Kök altı 8 çıxaq 2'ni 4'dən 2'si 2'ni 2'yə vursam 4 çıxaq 2 kök altı 3. Deməli bu da bərabərdir. Olur kök altı 4 minus 2 kök altı 3. Bunu da yaza bilərəm belə. Deməli yazaq bu formada 4 minus 2 kök altı 3. Bu da bərabərdir. Vuranda 3 toplayanda 4 eləsin. Deməli 3 ilə 1'də olacaq kök altı 3 minus 1'in kvadrat. Kvadratla kök gedir olacaq kök altı 3 minus 1. Yəni E variantı. Üçüncü sual. Uyğun tərəfləri paralel olan bucaqlardan biri 50'dədir. Digər bucağın ala biləcək qiymətlərin fərqini tapın. Uyğun tərəfləri paralel deyilsə, biri 50 dərəcədirsə, məsələn, digər bucağın ala biləcək qiymətlərin fərqini tapın. Digəri ya cəmi 180 dərəcə eləməlidir, ya da bir-birinə bərabər olmalıdır. Düzdür. Demək, ala biləcəyi bucaqlar olur 130 dərəcə və yaxud 50 dərəcə. Bunların fərqini isə 130 çıxaq, deməli 50 fərq eləyəcək 80 dərəcə. Yəni A variantı. Dördüncü sual. Dördüncü sualda fikir verin. Tərəf-tərəfə toplasaq kök altı 3y-lər gedir. Olur 2 kök altı 3x bərabərdir 8'ə. Kök altı 3x-ə 8'i 2'yə bölsəm 4. Buradan x'i tapsam x olur 4 bölək kök altı 3. X var. Düzdür. Gətirək x'in yerinə 4 bölək kök altı 3 yazırım. Olur kök altı 3 vuraq 4 bölək kök altı 3. Çıxaq kök altı 3 y bərabər 2. Bunlar gedir 4'dən 2 çıxsam kök altı 3 y bərabər 2. Y bərabər 2 bölək kök altı 3. İndi isə bizdən x kvadratsa y kvadratdır. Bunun kvadratı eləyir 16 bölək 3. Bunda kvadrat eləyir 4 bölək 3. Olur 3'də 16'dan 4 çıxsam 12. 12'ni 3'ə bölsəm oldu 4. Yəni E variantı olmuş olur. 5-ci suala baxaq. M nöqtəsindən alfa müstəvisinə çəkilmiş mail proyeksiyasından 2 dəfə böyükdür. Mail ilə müstəvi arasında qalan bucağı tapın. Deməli, bu olsun müstəvi tutaqdır. M nöqtəsindən bu alfa müstəvisinə çəkilmiş mail, bu maildir. Deməli, bu hündürlükdür. Bu da proyeksiya.
P hissəsindən 2 dəfə böyükdür. Bura 2x isə, bura x-dir. Deməli, burada 90-dır. Mail ilə müstəvi arasında qalan bucaq bizdən bu bucaq alfa olsun. Alfa yox, beta. Müstəvini alfa götürmüşük. Deməli, burada fikir verin. Burada düzbucaqlı üçbucaq nəyə xatırlayır? 30 dərəcəni xatırlayır. 30 dərəcə bucaq qarşısındakı katet betonumuzun yarısı. Bunda bura neçə dərəcədir? 60 dərəcə. Betamız olacaq 60 dərəcə. Yəni, B variantı. 6-cı sual. Oturacağı 24 olan bərabər yanlı üç bucağın təpə bucağı 120 dərəcə olarsa yan tərəfin uzunluğunu tapın. Deməli, bərabər yanlı üç bucağın təpə bucağı 120 dərəcə, oturacaq 24 olarsa yan tərəfinin uzunluğunu tapın. Burada məsəl üçün olsun 30 dərəcə, 30 dərəcə. Bunu sizə düstursuz qaydasında yazım. Məsələn, düsturda, imtihanda düstur filan yaddan çıxar. Buradan bərabər yanlıda söhbət getmir. Hündürlüyü çəkək. Hündürlük həm median, həm də 24-ü yarıya bölsəm 12, 12. Demək, bura neçə qal? 60 dərəcə. 60 dərəcəli bucaq qarşısında katet, deməli, digər katetin kök düşmüsü. Bura 12-ci, onda bura olacaq. 12 bölək kök altı 3. Hipertonu isə 2 misli olacaq. Olacaq 24 bölək kök altı 3. Bunu da qoşmasına vuraq bölək. Deməli, olacaq 24 vuraq kök altı 3. Aşağıda kök altı 3 vuraq kök altı. Kökdə 3'ü kökdə 3'ə vuran 3 olur 24 kök altı 3. 24 kökdə 3'ü kökdə 3'ə vursa olur 8 kök altıda 3. Yəni C variantı. 7-ci sual. Konusun doğranı 13 santim 13, hündürlüyünün uzunluğu isə 5'dir. Konusun hündürlüyünün ortasından oturacağına paralel müstəvi keçirilmişdir. Fikir verin. Deməli, buradan bir paralel müstəvi keçir. Fikir verin bu formada. Hündürlüyün ortasından. Deməli, doğran 13'dür. Hündürlük isə 5'dir. Hündürlük 5 isə yarıya bölünür. Deyir ki, 2,5, 2,5. Və onda 13'ün kvadratından 5'in kvadratını çıxsaq, bura olur radius 12. Bunu bildik. İndi isə fikir verin, bu balaca üçbucaq ilə, bura düzbucaqlı üçbucaqdır. Böyük düzbucaqlı üçbucaq. Bura 90 dərəcə, burada. Bura alfadırsa böyük üçbucaqdadır. Alfadır, kiçik üçbucaqdır. Bura betadırsa, burada betadır. Deməli, indi oxşarlıq nə yazacaq? Burada olsun x. Deməli, alfanın qarşısında balaca üçbucaqdır x-in, böyük üçbucaqdır 12-yə nisbəti bərabər. Deməli, betanın qarşısında böyük balaca üçbucaqdır 2,5'in, betanın qarşısındakı 5'ə nisbəti. 2,5, 2,5, 1, 5'i 2,5'ə bölsək 2. 2x bərabər 12, 12'ni 2'yə bölsəm x oldu 6. Radius oldu 6. Demək, bunda sahəsi nə olacaq? Pi r kvadrat. Radiusu 6 tapmışam, olacaq 6'nın kvadratı 36 pi, yəni E variantı. Sonra, baxaq 8-ci suala. 8-ci sualda yazır ki, 2x kvadrat çarx 4x plus a bərabər 0. Tənliyinin kökləri x-i 1 bərabər tangens alfa üstə gəl 3. X-i 1 bərabər tangens alfa plus 3. X2 bərabərdir kotangens alfa plus 3. Olarsa A parametrini tapın. Əvvəlcə toplayaq. Deməli, x1 üstə gəl x2 nəyə bərabər? Əks işarədən 4 bölü 2, 2 edir. Deməli, yazıram tangens alfa plus 3 üstə gəl kotangens alfa plus 3 bərabər 2. Deməli, buradan tangens alfa plus kotangens alfanı 2-dən 6 çıxırım olur mənfidir. İndi isə hasillərinə baxaq. Hasillərində isə x1, daha doğrusu vurulsun x2 bərabər olmalıdır a bölək 2-yə. Deməli, olur tangens alfa üstə gəl 3 vurulsun. Kotangens alfa plus 3 bərabərdir a bölək 2-yə. Vuru başlayalım. Tangens alfa vuraq kotangens alfa. Deməli, tangens alfanı 3'ə vursam 3 tangens alfa plus 3
kotangesi alfa plus 9 bərabərdir A bölə 2. Və tangesi alfa vursun kotangesi alfa eynidir. Bu 1'dir. Buradan da 3'ü çıxarsam. Bunun qiyməti neçədir? Mənfi 4 olacaq. Çıxaq 12 plus 9 bərabərdir A bölə 2'yə. Və buradan deməli yaza bilərik. 1'dən mənfi 12 çıxsaq. Deməli. Mənfi 11 üzərinə 9 gəlsə mənfi 2 bərabərdir A bölü 2 çarpaz vursam A bərabər mənfi 4. Yəni D variantı. Sonra növbəti baxaq 9 nömrəli suala. 9 nömrəli sualda yazıb ki, ifadəsini sadələşdirin. Bu tip suallarda qoşmasına olaq məxrəcin. 2 minus 5i 2 plus 5i. Deməli, sürətdə olur 5 üstə gəl 2i və 2 üstə gəl 5i. Çıxaq, məxrəcdə olur 3 üstə gəl 2i, yenə qoşmasına vuramda 3 minus 2i. Sürətdə 2 çıxaq 3i vurulsun 3 minus 2i. Bərabərdir. Məxrəcdə olur 2'nin kvadrat 4, 5'nin kvadrat 25i kvadrat, 2 4 ilə toplasam eləyir 29. 25i kvadrat. I kvadrat mənfi 1. İndi 5'i 2'yə vursam 10, 5'i 5'iyə vursam 25i, 2'ni 2'yə vursam 4i, sonra 2'ni 5'iyə vursam üstə gəl 10i'nin kvadratı, 10i'nin kvadratı çıxılsın. Deməli, məxrəcdə 3'ün kvadratı 9 plus, deməli, plus yox, minus olacaq. 4i kvadrat. Sürət 2'ni 3'ə vursam 6, 2'ni 2'yə vursam çıxaq 4i, çıxaq 9i, üstə gələ 6i. Bərabərdir. Olur 29'da. Fikir verin. Demək, 25 ilə 4i'ni toplasam. 29i. I kvadrat mənfi 1'dir. Bu elin mənfi 10'lar getdi. Çıxaq. Bu 4i kvadrat mənfi 1, 9 ilə topla 13. Deməli, burada da 6i kvadrat aldı. I kvadrat mənfi 1, 6'lar da gedir. Mənfi 4i, mənfi 9i. Mənfi buranın plusu eləyir 13i. Burada 29'lar gedir. Olur i. Burada da 13'lər gedir. Olur i. Cavab eləyir 2. Yəni D variantı. 10. sual. 10. sualda deməli yazıb ki, bərabərsizliyin ən kiçik tam əlini tapın. Deməli, 4 üstü 1 plus x böyükdür 64 üstü 1 minus x-dən. Burada fikir verin. Deməli, 4 üstü 1 plus x 64 4'ün kubudur. Olacaq 4 üstü 3 minus 3x. Əsaslar birdən böyük olunan qüvvətlər 1 plus x böyükdür 3 minus 3x-dən. X-in üzərinə 3x gəlsəm 4x böyükdür 3'dən 1 çıxsam 2. Deməli, x böyükdür 2 bölü 4, yəni 2'də 1 olacaq. X 0,5'dən böyükdür. Ən kiçik tam 50 olacaq. 0,5'dən kiçik, ən kiçik tam 50 olacaq. C variantı. 11. suala baxaq. Bizə deyir ki, limitini hesablayın. Limit x yaxınlaşır 81'ə. Fikir verin, məxrəcdə də, sürətdə də x-in yeni 81 yazanda 0 bölə 0 alınır. Ona görə belə yazıram. Fikir verin. Kök altı x-in əvəzi yazıram. 4-cü dərəcə x-in kvadratı çıxaq 9 ilə 3'ün kvadratı. Aşağıda da 4-cü dərəcədən x çıxaq 3. Bərabər sadələşdir. Limit x yaxınlaşır 81'ə. Deməli, yazıram 4-cü dərəcədən x çıxaq 3 və 4-cü dərəcədən x plus 3. Aşağıda 4-cü dərəcədən x minus 3. Bunlar ixtisar gedir. Deməli, burada da x-in yeni 81 yazsam olur 4-cü dərəcədən 81 üstə yer 3. 81'dən 4-cü dərəcədən 3 çıxır. 3 plus 3 eləyir 6. Yəni A variantı. Sonra növbəti baxaq 12. suala. 12. sualda deməli A üssü A bərabər 2 üssü 4500 var. Bunu onsuz qüvvətlərin hamısını bərabərləşdirmək düzdür. Yazaq belə. Hələ ki 4500'ü saxlayaq.
Sonra B bərabərdir 5 üstü 3600. C bərabərdir 6 üstü 2700. 900 vuraq 5 yazaram. Bunu 900 vuraq 4 yazaram. Bunu 900 vuraq 3 yazaram. Yəni onlar 2 üstü 5 qüvvəti 900. Sonra burada 5 üstü deməli yaza bilərəm. 4 qüvvəti 900. Sonra bunu yaza bilərəm. 6'nın kubu üstü 900. Burada 2 üstü 5 32. 32 üstü 900. Sonra 5 üstü 4 625 edir. 625 üstü 900. 6'nın kubu 216 üstü 900. İndi hansı böyükdür? Hamısının qüvvəti eynidir. 625 böyükdür. B böyükdür C-dən. Bu da böyük olur A-dan. B böyükdür C-dən. Bu da böyükdür A-dan. Yəni D variantı olmuş olur. 13-cü suala baxaq. Baxın, cəm sıfırdırsa toplananlardan hər biri sıfır olmalıdır. Deməli, x çıxaq y üstə gəl 3 bərabər 0 və y plus 4 bərabər 0. Deməli, modul atıram x çıxaq y plus 3 bərabər 0 və y plus 4 bərabər 0. 0-dan 4 çıxsam olur mənfi. Y mənfi 4. Bu y-in yeni mənfi 4 yazsam olacaq x plus 4 üstə gəl 3 bərabər 0. X bərabər mənfi. X mənfi 7, y mənfi 4. Bizdən x, y hasiniz. Mənfi 7 vuraq mənfi 4 hasil edəcək müsbət 28. Yəni E variantı. 14-cü sual. Deyir ki, dəyərimiz stol arxasında 6 nəfər neçə üsulla otura bilər? Baxın, ehtimal məsələsində aydın. Dəyərimiz stol arxasında n çıxaq 1 faktorial şəklində oturur. Düstur belədir. N çıxaq 1 faktorial şəklində. Deməli, 6 nəfər deyil, n'imiz 6'dır. 6 çıx 1 faktorial, 6 5 faktorial, 5 faktorial da 120 demək. Yəni B variantı olmuş olur. 15-ci sual. N A birləşir B bərabər 15 və N A kəsişir B bərabər 3'ə və N A'nın B'dən fərqini verib 10 olarsa N B'nin A'dan fərqini tapın. Bizdən bunu soruşur. Ən yaxşı Euler-Venn diaqramı ilə yazmaqdır. Euler-Venn'dən də yazmaq olar. Euler-Venn'dən də yazmaq olar. Deməli, bura A'dır, burada B. Kəsişmə nə qədərdir? Sağ 3 dənə. A'nın B'dən fərqi nədir? 10 dənə. Burada olsun x. Cəmsi 15 deyil. Olacaq 10 plus 3 üstəyəl x bərabərdir. Deməli, 15'ə 15'dən 13 çıxsam x olacaq 2. Deməli, bu da x B'nin A'dan fərqi demək. Cavab olacaq A var. Növbəti baxaq 16-cı suala. 16-cı sualda yazıb ki, teploxod çayın axınına qarşı 5 saata çayın axınına qarşı gedəndə və teploxodun sürətinin və çayın sürətini çıxırıq. 95'i də 5'ə bölsə edir 19. Çayın sürəti 3 olduğundan və teploxod bərabərdir 19 ilə 3'ü toplayırıq olur 22. Və bizə deyir ki, teploxodun çayın axını ilə sürəti. Axın ilə olanda və teploxodun sürəti ilə çayın sürəti toplanır. Teploxodun sürəti 22'dir. Çayın da sürəti deməli 3'dür. 22 ilə 3'ü toplayacaq, eləyəcək 25 km/saat. Yəni A variantı. Olacaq x'in kvadratı çıxaq 2 vurulsun x vuraq 2 bölü x. Deməli, üstəyə 2 bölü x'in kvadratı 4 bölü x kvadrat bərabərdir A'nın kvadratı. Bu x'lər gəlsin, olur x'in kvadratı plus 4 bölü x kvadrat bərabərdir A kvadrat üstəyə 4. Və deməli x kvadrat fikir verin. Üstə gələk 4 bölü x kvadratın 1 yazıram. Çıxaq 2x üstə gəl 4 bölü x çıxaq 3 bərabər. İndi burada fikir verin. Bunu nə tapmışıq? A kvadrat plus 4. Buradan mənfi 2'ni çıxarsam ortaq vuruq kimi. Olur x çıxaq 2 bölü x çıxılsın 3 bərabər. X çıxaq 2 bölü x'in qiyməti nədir? A'dır. Deməli olur A'nın kvadratı plus 4 minus 2A çıxaq 3. Olacaq A'nın kvadratı çıxaq 2A plus 1. Bu da
müxtəsər vurma ölçüsü olacaq A minus 1'in kvadratının açılışı. Yəni cavab olur B variantı. 18'ə baxaq. 18'də yazıb ki fx bərabərdir 5x üstə gəl 4 bölə x plus 3. Olduqda f üssü mənfi 1 4, yəni tərsini istəyir. Baxın, belə bir qayda deyim sizin üçün. Buna bir dənə a desək, f a bərabər olur 4'ə. Yəni tərsi a-ya bərabərsə funksiyanın öz 4'ə. Gətirib x-in yerinə a yazsaq bərabər edərik 4'ə. 5 vur a üstə gəl 4. Aşağıda a üstə gəl 3 bərabər 4'ə. Çarpaz vursam 5a üstə gəl 4 bərabər 4a plus 12. 5a'dan 4 açsam a, 12'dən 4 çıxsam olacaq 8. Yəni bizdən a-nı istəyir. Cavabımız olacaq 8. Yəni A variantı. 19'a baxaq. X bərabərdir 256. Kök altda 8-ci dərəcədən x minus 1 vurulsun kök altda 4-cü dərəcədən x minus 1 və kök altda x çıxaq 1. Bizə deyir ki, ifadəsinin qiymətini tapın. Bərabərdir. Bunun qoşmasına vuraq. Bunun qoşmasına vuraq və bölək. Deməli, qoşması nədir? Kök altda 8-ci dərəcə x plus 1. Aşağıda da kök altda 8-ci dərəcə x plus 1. Bunu vursaq, fikir verin, müxtəsərdir. Olacaq kök altda 4-cü dərəcə x minus 1. Eyni qaydada məsəl üçün bunu yazdıq. İndi isə burada bundan 2 dənədir kvadratı olacaq. Aşağıda 8-ci dərəcədən x plus 1, 8-ci dərəcə x plus 1. İçərisində qoşmasına vurmaya ehtiyac da yoxdur. Bir dəqiqə qoşmasız yazaq. Qoşmasız yazsaq, deməli kök altda 8, x'in yeni 256, 256 çıxaq 1, sonra 4-cü dərəcədən 256 çıxaq 1, kök altda 256 çıxaq 1. 256 deməli 16'nın kvadratı demək, düzdür. Bunu belə yazaq. 16 2 üstü 4 demək kvadrat. Yəni yaza bilərəm 2 üstü 8, 8 ilə 2 üstü 8 çıxaq 1. Sonra 256'nı yaza bilərəm. Deməli 4 üstü 4 şəklində yaza bilərəm. Olacaq 4-cü dərəcə, deməli 4 üstü 4 çıxaq 1. 256'dan da 16 çıxır. 16 çıxaq 1. 2 çıxaq 1 eləyir 1. Burada 4 çıxaq 1 3. 16 çıx 1 15. Hasil edəcək 45. Yəni E variantı olmuş olur. 20-ci suala baxaq. 20-ci sualda deməli bir kostyum 180 manata satılır. Bu satışdan 50% qazanc əldə edildiyi pencəyin maya qiymət neçə manatdır? Demək, kostyumun maya qiyməti olsun A. 50% qazanc əldə edirsə A-nın 50% bölək 100 bərabərlik 180 manatdır. Bu A üstə gəl 0,5A bərabərdir 180'ə. Buradan 1,5A bərabər 180. 180'i 1,5'ə bölsək eləyəcək deməli 120. Deməli malın maya dəyəri nə qədərdir? Kostyumun 120 manat. Yəni C variantı. 21'ə baxaq. Də demək yazıb ki x kvadrat üstə gəl x bərabərdir 198. X kvadrat plus 198 bölü x istəyir. Burada fikir verin. Məsəl üçün x kvadratın əvəzinə gətirib burada əvəzə gəl hər tərəfin x-ə bölür. Olur x üstə gəl 1 bərabərdir 198 bölü x. Bunun əvəzinə deməli x kvadrat plus 198 bölü x-in əvəzinə yazıram x plus 1. İndi x kvadrat plus x-in qiyməti neçədir? 198. Olacaq 198 plus 1. Bu cəmr eləyəcək 199. Yəni B variantı.
22-ci sual. Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 900 dərəcədir. Bu çoxbucaqlının daxili bucaq xarici bucaqdan neçə dəfə böyükdür? Demək, düzgün çoxbucaqların daxili bucaqların cəmi daxili bucaqların cəmdirsə 180 vurulsun n-2-dir, bərabər 900-ə. 180 180-ə 1, 900 180-ə 5 dəfə. n-2 bərabər 5, n bərabər 7. N-imiz 7-dir. Bu çoxbucaqlının daxili bucaq xarici bucaqdan neçə dəfə böyükdür? Deməli, xarici bucaq 360 bölə 7 olacaq, 360 bölə 7. Daxili bucaq isə 180 vuraq n-2 deyil. 7-dən 2 çıxsam 5 bölə 7 olacaq 7. Bunu bölərik buna. Olacaq 180 vuraq 5 məxrəcdə 7 vurulsun 7 bölə 360. 7-lər 7, 180 180-ə 1, 360 180-ə deməli olacaq 2 dəfə. Burada isə deməli 5-i 2-yə bölsək olur 2,5. Burada düzəliş olmalıdır dəqiq. .5'dir burada. Deməli cavabımız olacaq A variantı. Sonra növbəti baxaq 23 nömrəli sualı. 23 nömrəli sualda x bölək x plus 1 çıxaq 9x üstə gəl 13 bölünsün x kvadrat minus 2x minus 3'ü vuruqları belədir. Vuranda mənfi 3 toplayanda deməli 2 eləsin 3 ilə mənfi 1 olacaq x plus 1 və x minus 3 bərabərdir 5 bölü 3 minus x yazıram. İndi isə burada fikir ortaq məxrəc x üstə gəl 1 vurulsun x minus 3'dür. Bunu birincinin məxrəcinə bölsək qalır x minus 3. X-ə vursam x kvadrat çıxaq 3x çıxaq 9x plus 13 bərabər. Bunu da yerində etsəm qarşıya mənfiçisi olur x minus 3'də 5. İndi isə burada fikrim sürət eləyir deməli. X kvadrat çıxaq 12x plus 13. Aşağıda da deməli minus 12x minus 12x plus 13. Aşağıda da x plus 1 vurulsun x minus 3. Əslə bunu da keçirək digərsə plus 5 bölək x minus 3 bərabər 0 yaza bilərik. Ortaq məxrəc təzdən olur x plus 1 vurulsun x minus 3 olacaq x kvadrat minus 12x plus 13 üstə gələk. Bunu ikinci məxrəcdən vursa qalır x plus 1 5'ə vursam 5x plus 5 bərabər 0 olur x kvadrat çıxaq 7x 13 ilə 5'i toplasam deməli burada fikir verək deməli nə işarə səhvinə baxım deməli burada çıxaq 13 olur. Qarşıda fikrin mənfi var. Burada çıxaq 13 olur. Burada çıxaq olur deməli. Çıxaq 13. Onda burada da çıxaq 13 olur. Sonra eyni qaydada burada da çıxaq 13 olur. Deməli burada da onda olacaq çıxaq 8. Aşağıda da x plus 1 x minus 3 kəssin nə vaxt 0'a bərabər sürət 0'a bərabərsə məxrəc 0'dan fərq. Yuxarıda vuranda mənfi 8 toplayanda 7 eləsin. Deməli burada vuranda mənfi 8 sonra 8 ilə mənfi 1. Mənfi 1 məxrəci ödəm. Bunu götürmürük. Olacaq həllimiz 8 yəni B variantı. 24'də baxaq. 24'te yazır ki logaritmanın kvadratı x fikir verin. Logaritma kvadrat x'e bir dənə t desəm t kvadrat çıxaq 4t üstə gəlir 3 kiçik bərabər 0. Kökləri vuranda 3 toplayanda 4 eləsin. 3 ilə 1'dir. T minus 1 t çıxaq 3 kiçik bərabər 0'dan.
Deməli kökləri 1 ilə 3 deyil. 3-dən böyük qiymət versək, müsbət, mənfi, müsbət. Biz hansı araqlar? Mənfi aralıq olur. 1, 3 parçası. Deməli, loqaritma x əsasa nə demişdim? T demişdim. X'in yerinə, T'nin yerinə 1 yazsam, loqaritma x bərabər 1. X bərabər 10 üstü 1, 10 eləyir. Loqaritm x bərabər 3. Buradan x 10 üstü 3 1000 eləyir. Deməli, olacaq 10-dan 1000. Yəni, cavabımız olacaq A variantı. Növbəti 25-ə baxaq. 25-də yazıb ki, radiusları 3 və 1 cm olan iki çevrə xaricdən toxunan çevrənin toxunma nöqtəsindən onların ortaq toxunanına qədər olan məsafəni tapın. Şəkil çəkək. Bu toxunan çevrələrdir. Bunun mərkəzi bura olsun. Burada mərkəzi bu olsun. Deməli, bunun radiusu 3'dür, bunun da radiusu 1. Bütöv neçə eləyir? 4. Və bunlar çəksək, radius toxunana nədir? Perpendikullar. Bunlar 90 dərəcədir. Və bizdən bu məsafəni istəyir. Fikir verin. Buradan bura qədər olan məsafə. İndi bunu bu şəkildə çəksəm, paralel şəkildə köçsəm bura. Olur 90 dərəcə, düzdür. Deməli, bu radius neçədir? 1'dir. Bu bütöv 3'dür. Düzdür. 3'dən 1'i çıxıram. Bura 1'dir. Bura qalır 2. İndi gəlin bunu kənarda çəkək. Düz uzaqlı 3 uzaq. Deməli, bura olsun x. Yəni, bura bilinir. Bu balaca hissə var. Bu balaca hissə. Bu balaca hissə bilinmir. Oranı x götürürəm burada. Və bura 1'dir. Bura 3'dür. Və buranı da 2 verir. Düzdür. İndi isə baxın, bura alfadırsa, burada alfadır. Oxşarıq quradı. Deməli, alfa təpə bucaqda hər ikisində betadır. Bura 90 dərəcədir, bu da 90'dır. Bu da x-dir. Düzdür. Deməli, belə yazaq. Bu bütöv deməli, x-in, deməli, betanın qarşısı balaca üç bucaqda. X-in betanın qarşısına böyük bucaqda 2'yə nisbəti bərabərdir. Balaca üç bucaq 90'ın qarşısına tərəf 1'in, böyük bucaq 90'ın qarşısına tərəf 4'ə nisbət. Çarpacaq 4x bərabər 2, x bərabər 0,5'ə. X-imiz 0,5'dir. Buradan burada 1 idi. Deməli, olacaq məsafə 1 üstəyə 0,5, cəmisəcək 1,5. Yəni, C variantı. 26'ya baxaq. 26'da yazıb ki, 3 çarx kök altda 10 bölək x kvadrat minus x çarx 20 böyük bərabər 0. Sürətə fikir. 3 kök altda 10'dan kiçik olduğuna görə sürət mənfidir. Onda məxrəc də mənfi olmalı ki, mənfini mənfiyə bölünür, müsbət eləsin. Düzdür. Deməli, yazıram. Məxrəcdə olduğundan x kvadrat minus x minus 20 kiçik 0'ya bərabər yazma. Vuranda mənfi 20, toplayanda 1 eləsin. 5 ilə mənfi 4'dür. X minus 5, x plus 4 kiçikdir 0'dan. Deməli, mənfi 4, 5. 5'dən böyük qiymət versin. Müsbət, mənfi, müsbət. Biz hansı araqlar? Mənfi araq olacaq. Mənfi 4 ilə 5 araq. Ən kiçik və ən böyük. Ən böyük tam 50 4'dür. Ən kiçik tam 50 mənfi 3'dür. Olacaq 4 çıxaq 3. Hasilini istəyir. Deməli, hasil edəcək mənfi 12. Yəni, C variantı. 27'yə baxaq. Deməli, 27 yazır ki, 4 ton 75% spirtə neçə ton su əlavə etmək lazımdır ki, 60% spirt məhlulu alınsın. Baxın, 4 ton, 4'ün əvvəlcə 75%-ni tapıram, bölək 100. 4'ü 75'ə vursam, 300 bölək 100. Bu eləyir 3 ton. Neçə maddə bölək məhluldur. Maddəmiz 3 tondur, məhlulumuz 4'dür. Su əlavə etmək deyəndə məxrəcə əlavə edik. Vuraq, 100% bərabər 60% lazım. Sıfırları ixtisar aparır. 6'ın 4'ə vursak 24 plus 6x bərabər 30'a. Buradan 6x bərabər 30'dan 24 çıxar 6. 6'nın 6'ya vursa x oldu 1 ton. Yəni C variantı. 28'ə baxaq. 28'də yazır ki, a kvadrat bərabərdir a çıxaq 1.
Bunları ataq sol tərəfə. Deməli a kvadrat minus a üstə gəl 1 bərabər 0. Hər tərəfin a plus 1-ə vursam, yəni olur a plus 1 a kvadrat minus a plus 1 bərabər 0-a. Bu bizə verir a kubu üstə gəl 1 bərabər 0-a. Buradan a kubu nəyə bərabərdir? A kubu bərabərdir, deməli mənfi 1-ə, düzdür. İndi a üstü 5-i belə yaza bilərik. A üstü 5-i bu şəkildə yaza bilərik. A üstü 5 bərabərdir. A üstü 3 vuraq a kvadrat. A üstü üçün qiymət neçədir? Mənfi 1. A kvadratın qiyməti nədir? A minus 1. Bunu da vursaq 7 əldə çıxır. Olacaq 1 minus a. Yəni A variantı. 29-a baxaq. 29-da yəni ABCD kvadratının deməli CD tərəfi üzərində CD tərəfi götürülmüş E nöqtəsindən AC diaqonalına YF perpendikulyarı çəkilmişdir. YF perpendikulyarı çəkilmişdir. Və DY 2-dir. DY 2-dir. AB 8-dir. AB 8-dir. 8-dən 2 çıxsan bura oldu 6. Və bizdən AF'in uzunluğunu istəyir. Kvadratdır. Onda diaqonal neçə olacaq? 8 kök altı 2 düzdür. Diaqonal 8 kök altı 2. İndi biz burada oxşarlıq qura bilərik. Məsələn, bu balaca düzbucaqlı üçbucaqla böyük düzbucaqlı üçbucaq oxşar ola bilər. İndi bura 8-sa, burada 8 olsa. İndi bura alfadsa, balaca düzbucaqlı üçbucaqda da alfadır, böyük düzbucaqlı üçbucaqda da alfadır. Amma biz burada heç ona ehtiyac yoxdur. Məsələn, bura 45 dərəcə düzdür. Kvadratın diaqonalı kvadratın bucağın yarıya 45 dərəcə. Onda burada olur 45 dərəcə. Çünki deyir perpendik. Bura 6-dırsa, bura olacaq 6 bölək kök altı 2. Betonumuz olur 6 bölək kök altı 2. Bizdən AF'in uzunluğu 8 kök altı 2-dən 6 böl kök altı 2-ni qoşmasına vursam olur 6 kök altı 2 bölü 2. Bu da olur 8 kök altı 2 çıxaq 3 kökdə 2. Bu deyəcək 5 kök altı 2. Yəni 30-cu suala baxaq. Yazıb ki, həcmi 27 kub santimetr. Kubun həcmi V bərabərdir A kubu ilə hesablanır. Deməli 27 3-ün kubudur. Bərabərdir A-nın kubuna. Buradan A bərabər 3 olur. Bizə deyir ki, kubun tili nə qədər artırırsa, yəni 3-ün üzərinə nə qədər gəlsə, kubun tili nə qədər artırsa, həcmi 64 dəfə artar. Həcmi nə idi? 27 idi. Olacaq 27 vur 64. Buradan 3 üstə gəl x-in kubu bərabər 27 3-ün kubudur. 64 də 4-ün kubu. Cəmsin kubu yazıram. Qüvvətlər bərabərdir. 3 plus x bərabərdir 12-yə. 12-dən 3 çıxıram. X olacaq 9. Yəni C variantı. Qüvvətləri paralel. Paralel olmazsa bucaq əmsalları deməli bərabər olmalıdır. Y bərabərdir. 3 çıxaq 2x minus 5 və y bərabərdir 6 minus ax üstə gəlsək. X'in qarşısı nədir? 3a çıxaq 2 bərabər olma 6 minus a. 3 a ilə a toplasın. 4a bərabərdir 8-ə. 8-i 4-ə bölsəm a oldu neçə? 2. Yəni A variantı. 32-ci suala baxaq. 32-də deməli yazır. Loqaritma 5 əsasdan kök altı x kvadrat çıxaq 4x plus 4 bərabər 1. Əvvəlcə tənlinin kökləri cəmi olacaq 5 üstü 1. Yəni kök altda x kvadrat minus 4x üstə gəl 4 bərabər 5 üstü 1. Hər tərəfin kvadratı yüksəlsəm x kvadrat çıxaq 4x üstə gəl 4 bərabər 25-ə. Buradan olur x kvadrat minus 4x çıxaq 21 bərabər. Vuranda mənfi 21 toplayanda 4 desin 7 ilə mənfi 3-dür. Düzdür. İndi görək hansı ödən tənliyin kökləri cəm. Məsələn 7-ni yazsam kök altı ifadədə yerini ödəyir. Mənfi 3-ü yazsam mənfi 3-ün kvadratı 9 çıxaq üstə gəl 12 bu da ödəyir. Demək tənliyin kökləri cəm olacaq 4. 7 çıxaq 3 eləyəcək 4. Yəni E variantı. 33. 33-də deməli yazıb ki, x kvadrat plus 4x plus 7.
Çox əllisin ən kiçik qiymətini tapın. Fikir verin, bunu belə yazalım. X kvar plus 4x üstəgəl 4 plus 3 şəklində. Bu da bərabər olur x plus 2-nin kvadratı üstəgəl. X-in yəni mənfi 2 yazanda bura 0-a gedir. Ən kiçik qiyməti olacaq 0 plus 3. Ən kiçik qiyməti olacaq neçə? 3. Yəni C variantı. 34. 8-də 5 hissəsi boş olan çəndən suyun 3-də 2 hissəsini boşaltılır. Deməli, çəndə 8-də 5 hissəsi boşdursa, 8-də 3-ü dolu, düzdür, 8-də 3x. 3-də 2 hissəsini boşaltılır. 8-də 3x-in 3-də 2 hissəsini boşalt. 3-lər gedir, 2, 2-yə 1, 8, 2-yə 4. Olur 4-də 1x. Çəni tam doldurmaq üçün tam 8-də 8. Deməli, 560 litr su lazımdır. Deməli, bu qədər də boşaltılır. 8-də 3x-dən çıxıram 4-də 1x-i. Bu eləyir deməli 8-də 1x. Bu qədər qaldı. Çəndə bu qədər qaldı. Tam da nə qədərdir? 8-də 8 olmalı. Çəni tam doldurmaq üçün, yəni 8-də 1 x-in üzərinə 560 gəlməliyəm ki, olmalıdır 8-də 8x. Buradan 560 və 8-də 8x-dən 8-də 1 çıxsaq olur 8-də 7x. 7, 7-yə 1, 567-yə 80. 80-də 8-ə olsaq olacaq 640. Yəni, D var. Çən nə qədər tutur? 640 litr. 35-ə baxaq. 35-də yazıb ki, deməli, x plus 1 2y b mənfi 2x 4y plus 1 deyir ki, nöqtələri verilmişdir. AB mənfi 7. Deməli, AB-ni tapmaq üçün B-nin koordinatından A-nın koordinatı çıxmalı. Deməli, mənfi 2x çıxaq x minus 1 bərabər olmalıdır. Mənfi 2x-ə. Daha doğrusu mənfi 7-yə. Koordinat mənfi 7-də AB-də. Buradan mənfi 3x bərabər. Mənfi 7-nin üzərinə 1 gəlir. Mənfi 6. Hər tərəfi mənfi 3-ə bölsəm x oldu 2. X-i tapdıq 2. Sonra 4y plus 1-dən çıxıram 2y bərabər olur 5-ə. 4y-dən 2y çıxsam 2y 5-dən 1 çıxsam 4. 4-ü 2-yə bölsəm y oldu 2. y2 x-ə 2 cəmsi eləyəcək 4. Yəni A variantı. 36-ya baxaq. Yazıb loqaritm 36 vurulsun loqaritm 7 əsasdan 10. Deməli, loqaritm 10 əsasdan da 10 əsasdan 36 vura. Loqaritm 7 əsasdan 10. Aşağıda loqaritm 7 əsasdan 216 bərabər. Burada fikir verin. Onlar gedə bilər bu formada. Deməli, olur. Loqaritm 7 əsasdan 36 6-nı vuraq. Bunun tərsi əsaslar yerindəki. Loqaritm 216 6-nın kubudur. 6-nın kubundan 7. Burada 7-lər gedir. Olur. Deməli, loqaritm 7 6-nın kvadradı, deməli 6-nın kubu əsasdan 6-nın kubu əsasdan 6-nın kvadradı. Bu 3 tərsinə gəl qarşı. 3-də 1 vurulsun 2. Loqaritm 6 əsasdan 6. Loqaritm 6 əsasdan 6. Burada da bunlar gedir. Olur neçə? 3-də 2. Cavabımız olacaq B variantı. Aydındır. Növbəti baxaq 37-yə. Deməli 37-də yazıb ki, ABCD rombunda K nöqtəsi D və A bucaqlarının təmbölənlərinin kəsişmə nöqtəsidir. Deməli, ABCD rombu olsun da. Bura A'dır, B'dir, C'dir, buradadır. K nöqtəsi, deməli, D və A bucaqlarının təmbölənlərinin kəsişmə nöqtəsi. Deməli, alfa, alfa, beta, beta. Paralelogramda bir tərəfə bitişik bucaqların cəmi 180. 2 alfa plus 2 beta bərabər 180. Hər tərəfini 2-yə bölsəm alfa plus beta olur 90. Alfa plus beta 90, burada olur 90. DK-nı verib 15, AK-nı verib 20. Demək, 20-nin kvadratının üzərinə 15-in kvadratını gəlsə, elə 625. 625-dən də kök çıxır 25. AD-miz olur neçə? 25. Bizdən nəysə
K nöqtəsindən AB tərəfinə qədər məsafəni tapın. Fikir verin, bunu istəyir bizdən. İndi məsafə deyəndə perpendikulyar çəkilir. Buradan da onda məsafəni çəkilir. Baxın, tənböləndə belə bir qayda var. Tənbölən üzərində götürülmüş nöqtənin tərəflərə qədər məsafələr bərabər. Bu düzbucaqlı üçbucağın hündürlüyünü tapsam, demək, yəni bunu ilə bu məsafəni tapmış olaram. H bərabər düzbucaqlı üçbucaq hündürlüyü katetləri hasilin böldüyü hipotenuza. 15'i 5'e bölsək 3, 25'i 5'e bölsək 5. 5 5'e 1, 25'e 4. 4'ü 3'e vursam olur 12. Demək, məsafə olacaq 12. Yəni C variantı. 38. Deməli, A1 üstəgəl A5 bərabər 12. A4 plus A8'i verib 18. Silsilə fərqini tapın. Baxın, burada ortada nə yerləşir? A3. A3'ü tapmaq üçün A1 ilə A5'in cəmi yarıya bölmək. Yəni 12'ni 2'yə böləm 56. Bu ortada nə yerləşir? A6. A6'ını tapmaq üçün 18'i böləm 2'yə. Bu deyilir 9. Silsilə fərqi nə? D bərabərdir. A6 çıxaq A3. Aşağıda da 6 minus 3. A6'nın qiyməti 9'dur. A3'ün qiyməti 6. 6'dan 3 çıxsam 700. 9'dan 6 çıxsam 3. 3'ü 3'ə bölsəm olur 1. Yəni cavab olur D variantı. 39'a baxaq. X-in hansı qiymətlərində bu ifadə mənasız olar? Deməli, A bərabərdir 1 üstə gələk 5 bölüsün 1 çıxaq 3 bölək 2 çıxılsın 2 bölək X. Birinci mənasız olmaq üçün buradan başlayır. X neçə olmalıdır? 0. Sonra bunu ortaq məxrəcə gətsək, deməli da yaza gedirəm. Baxın, bunu hesabla. Ortaq məxrəc X-i olacaq 2x minus 2. Bu X-ə qalxır yuxarı olacaq bu formada. Fikir verin. Buranı siləm, bunun əvəzinə. Təkrar yazmam. Deməli, məxrəcdə olur 2x minus 2. Bu X qalxır yuxarı. Deməli, məxrəc sıfıra çevirən qiymət X bərabər 1'dir. Sonra bunu ortaq məxrəcə gəlir. Ortaq məxrəc 2x minus 2'dir. 1'ə vursam olur 2x çıxaq 2 çıxılsın 3x. Bu da olur, deməli, mənfi x çıxaq 2. Burada fikir verin, deməli, 2x minus 2'dir. Bu tərsinə qalxacaq, deməli, x minus 2 qalxır yuxarı, aşağıda da mənfi x çıxaq 2. X-in yerinə neçə yazsaq? 0'a çək. X-in yerinə mənfi 2 yazsaq 0'a çək. Deməli 0, 1, mənfi 2 oldu. Cavab olur C variantı. Bu da maraqlı sualdır. Son illər istifadə olunur. 40'a baxaq. 40'da yazır ki, paralel köçürmədə 4-2 nöqtəsi. Paralel köçürmənin üstü x iştirik bərabər x plus a-ya və y iştirik bərabər y plus b-dir. 4-2 nöqtəsi 2-4 nöqtəsinə keçir. Deməli, 4-2 nöqtəsi 2-4 nöqtəsinə keçir. Bu x-i, bu y-dir. Bu x iştirik, bu da y iştirikdir. Yazaq yerinə. Deməli, 2 bərabərdir 4 plus a-ya, a bərabər mənfi 2, y iştirik deməli 4 bərabərdir 2 plus b-yə, b bərabər 2-yə. A-mız mənfi 2, b-miz 2. Deyir, 1-5 nöqtəsi hansı nöqtəyə keçər? Deməli, olacaq. Məsələn, x 2 iştirik bərabərdir. Olacaq 1 çıxaq 2, bu eləyir mənfi 1, y 2 iştirik bərabərdir. Deməli, olacaq 5 plus 2, bu deyəcək 7. Mənfi 1-dən 7, yəni B variantı. 41 törəmiyə aid bir sual növüdür. Deməli, fx bərabərdir. Kök altı x kvar minus 3x plus 1. Əvvəlcə bunun törəməsini tapaq. F törəmə x bərabərdir 1 bölək 2 kök altı x kvar çıxaq 3x plus 1 və bir də vurulsun kök altı ifadənin törəməsi, yəni x kvar minus 3x plus 1'in törəməsi. Bu da bəli, x kvadratın törəməsi edir 2x çıxaq 3. Aşağıda da 2 kök altı x kvar minus 3x plus 1 yazıq. İndi bizə nədir? Bunların nisbətini verib 3'də 1. Deməli, fx'in
fx nədir? X kvadrat kök altdan. Çıxaq 3x plus 1. Törəməsi nədir? Bunu da vuraq yazıram da. Bir dəqiqə. Aşağıda yazıq sonra. 2 vurulsun. Törəməsi oldu. 2x minus 3. 2 kök altı x kvadrat minus 3x plus 1. Bərabərdir 3-də 1 verir. Burada fikir verin. 2'lər ixtisar gedir. Bu da qalxır yuxarı. Köklər gedəcək. Olacaq x kvadrat çıxaq 3x plus 1 bölək 2x minus 3 bərabərdir 3'də 1'ə. Və burada çarpaz vursaq, deməli 3x'in kvadratı minus 9x üstə gəl 3 bərabərdir 2x minus 3'ə. 3x'in kvadratı minus 11x plus 6 bərabər 0. Bizdən nə soruşur? Tənliyin həll edin. Həll eləyək köklərini tapaq. Diskriminant bərabər 11'in kvadratı 121 çıxaq. 3'ü 6'ya vursam 18. 18 də deməli 4'ə vursam 72. Bu eləyir 49. Deməli x-i 1 bərabərdir 11. 49'dan 7 çıxır bölək 6. 16 bölək 6. 2'yə ixtisar yaparsam 3'də 8. Deməli. Bir dəqiqə burada nə yanlışlıq getdi? 49 eləyir. Deməli 49'dan 7 çıxdı. Olur 11 ilə 7'ni toplasam 18. 18'i 6'ya bölsəm olur 3. Bir kökü tapdıq 3. x2 bərabərdir. Deməli 11 çıxaq 7 bölək 6. 11'dən 7 çıxsam 4 bölək 6. 2'yə ixtisar yaparsam olur 3'də 2. Deməli 3'də 2 ilə görə indi bunlardan hansı ödəmir? Məsələn, tənliyi həll edin soruşur. Məsələn, x-in yerinə 3'də yaza bilərik. 3'də 2 də yaza bilərik. Gətirək kök altı ifadədə yazaq. Hər hansı bir ikisi də ödərsə ikisini də götürək. Məsələn, 3'də 2 yazsam, 3'də 2'nin kvadratı 9'da 4 çıxaq. Deməli 3'də 2 yazsam, 3'lər ixtisar gedir. 2 plus 1. Mənfi 1, 9'da 4'dən mənfi 1 çıxsa mənfi 4. Görsünüz 3'də 2 ödəmədi. Ona görə tək cavabımız olur 3. Yəni B variantı. Burada da diqqətli olun bu tip suallar. Cavabımız olur B variantı. 42-ci sualda maraqlı sualdır. Deməli sinus arc sinus x minus 2 üstə gəl x kvadrat bərabər 4. Bundan bu gedir. Amma x minus 2 hansı araqda qiymət alır? 1 ilə mənfi 1 arasında. X minus 2 üstə gəl x kvadrat minus 4 bərabər 0. Burada x kvadrat plus x minus 6 bərabər 0. O kökləri vuranda mənfi 6 toplayanda mənfi 1 etse mənfi 3 ilə 2'dir. Deməli bunu həll edib bu bərabər. Hər tərəfi 2 əlavə etsəm olur 1 kiçik bərabər x kiçik bərabər 3. Deməli mənfi 3 barəra düşməndən olacaq cavabımız 2. Yəni C variantı. 43. 43'te yazıb ki sinus 180 plus alfa. 180'də ad dəyişmir amma 3-cü rübə düşür. 3-cü rübdə sinus mənfidir. Olacaq sinus alfa. 270'də ad dəyişir və 4-cü rübə keçib 4-cü rübdə kosinus müsbətdə olacaq sinus alfa. Tangens 225 yəni 45 dərəcənin qiymət düşür. 3-cü rübə. 3-cü rübdə tangens müsbətdir. Deməli olacaq mənfi 1 plus 1 bu deyəcək 0. Yəni A variantı olmuş olur. Aydındır. Tangens məsələn bunu belə də yaza bilər. Tangens 180 plus deməli 45 180 plus 45 düşür. 3-cü rübə ad dəyişmir olur. Tangens 45 dərəcə işarədə müsbət. Bundan da hesablaya bilərik. Cavabımız olacaq 0. 44'də baxaq. Permütasiya n plus 1 əsasdan 2 bərabərdir 156. Bunu hesablayaq. Olacaq n plus 1 faktorial bölünsün. Bunların fərqi olacaq n plus 1 minus 2 faktorial. Bu da bərabər 156'ya. Olur n plus 1 faktorial. Aşağıda da olur n minus 1 faktorial bərabər 156. Bunu bir vahid azaltsa belə yazıram. N çıxaq 1 faktorial vurulsun. N vuraq n plus 1. Aşağıda da n minus 1 faktorial bərabərdir 150. Bunlar gedir. N vurulsun n plus 1 bərabərdir 156. Burada da fikir verək. Ardıcıl ədədlərdə n neçədir?
12'dir. 12'ni 10'a vuranda 156. Enimiz 12 olacaq. Yəni A variantı. 45'ə baxaq. X kub üstə gəl x plus 350 350'sinin x plus 7'yə bölünməsindən alınan qalığı tapın. Deməli x plus 7'yə bölünməsindən deyilsə x plus 7'ni bərabər etsəm 0'a, buradan x nəyə bərabərdir? Mənfi 7'yə, düzdür? X'in kubu üstə gəl x plus 350'də x'in yenə mənfi 7 yazıb qalığı tapa bilərik. Mənfi 7'ni kub eləyir mənfi 343. Çıxaq 7 üstə gəl 350. Bu da eləyir cavabımız 0. Deməli qalıq nə olacaq? 0. Aydındır. Bu şəkildə bölüb də yoxlaya bilərsiniz. X'in kubu üstə gəl x plus 350'ni bölərsiz x plus 7'yə. X kubun x'ə bölsək olur. X'in kvadratı olur. X kub plus 7x'in kvadratı çıxsa mənfi 7x'in kvadratı plus x plus 350. Bunu bölsəm x'ə olur minus 7x, vursam olur mənfi 7x'in kvadratı çıxaq 49x. Bunlar çıxsam 7x kvadratlar gedir, olur 50x plus 350. Bunu da bölsəz həqiqətən ödəyir. Sonra 46'ya baxaq. Bərabərinə px çoxalır, p6'nı tapın. Deməli x çıxaq 5 px bərabərdir x kvadrat çıxaq 3x üstə gəl c. Əvvəlcə gəl c-ni tapaq. C-ni tapmaq üçün x-in yeni 5 yazın. 5 yazanda burası 0 atacaq. 0 bərabər 5'in kvadratı 25. 3'ü 5'ə 2'ə vursam 15 plus c. C bərabər mənfi 10. C-miz mənfi 10. Deməli düşürük form x minus 5 px bərabərdir x kvadrat çıxaq 3x çıxaq 10. Deməli p6'ını istəmir. X'in yeni 6. 6 yazanda bura 1 olur. Olacaq p6 bərabər 6'nın kvadratı 36 çıxaq 3 6'ya vursam 18 minus 10. Bu deyəcək neçə? 8. Yəni D variantı. 47'yə baxaq. %7 yazıb ki, P-nin qiyməti təqribən 3,14 çıxaq 3,1 üstəyə P üstü 0 1 deməkdir. Çıxaq 2,5 çıxılsın Y üstə gələk modulda Y çıxaq 2 bərabər P 3,14'dür. Bu modul onda müsbət olacaq. P çıxaq 3,1 P-nin P üstü 0 1'yə 1'dən 3 çıxanda mənfi 2 modulda müsbət plus 2 Y'nin qiyməti 2,5'dən böyük. Bu modul mənfidir. Mənfi çıxıb buranın plus ilə olur 2,5 çıxaq E və bu modulda müsbət. Çünki 2'dən böyük olacaq. E çıxaq 2. Bax görün nələr islah olunur. E'lər gedir. Sonra P'lər getmir. P qalacaq. P deməli 2'lər də gedir. Mənfi 3,1 üstəyə 2,5 bu deyir mənfi 0,6. Yəni cavabımız olur B variantı. 48'ə baxaq. 48'də A natural ədəddir. 2 vurulsun 3 üstü A plus 1 vuraq 6 üstü A minus 2 ədədinin natural bölənlərinin sayı 18 olduğuna görə. Deməli 2 vurulsun 3 üstü A plus 1 6 üstü A minus 2. Bunu biraz sadələşdirək baxın. 2 3 üstü A plus 1 6 2 vuruşdu. Yazıram 2 üstü A çıxaq 2 vurulsun 3 üstü A minus 2. İndi biraz baxın. Burada olacaq 2 üstü bunun qüvvəti 1. A minus 2 üzərinə 1 gəlsəm olur A minus 1. 3 üstü A üstə gəl 1. Və burada da A minus 2 var. Olacaq 2A çıxaq 1. Düzü. İndi isə natural bölünən saylar qüvvətlərin üzərinə 1 gəlir. A çıxaq 1 üstə gəl 1 və 2A minus 1 üstə gəl 1 bərabərdir 18'ə. Deməli burada birlər gedir A vuraq. Burada da birlər gedir 2A bərabər 18. Hər tərəfini 2'yə bölsəm A kvadrat bərabər 9. Natural olduğuna görə kök alsam A bərabər müsbət 3'ə. Yəni A variantı. 49'a bax. 49'a maraqlı bir sual növüdür. Deməli 49'da yazıb ki 1 bölək 0 tam dövüldə 2'ni yazıram 9'da 2. Dövüldə 4'ü yazıram 9'da 4 plus 1 bölək 9'da 4 vuraq 9'da 6 plus 1 bölək 9'da 6 vuraq 9'da 8 bərabərdir.
Bu 9 vuraq 9, 81 qalxır sürəti 81, 2 vur 4, üstəyə 81 bölə deməli 4 vur 6 plus 81 bölə 6 vur 8 bərabər. Hamısından 81'i çıxarsam olur 1 bölə 2 vur 4 plus 1 bölə 4 vur 6 plus 1 bölə 6 vur 8. Bu tip suallarda da birinci ilə axırıncının fərqini tapır. Yəni 81 vuraq olur 2'də 1 çıxaq 8'də 1 və məxrəc neçəndə saat 2, 2'də 1'ə vuruq bərabərdir. 2 ilə 8'ə ortaq məxrəc 81'dir. Deməli, daha doğrusu 2 ilə 8'ə ortaq məxrəc 8. 8'i 2'yə bölsəm 4 minus. 8, 8'ə bölsəm 1. Vuraq 2'də 1. Bu da bərabər. 8'i 2'yə vursam 16. 4'dən 1 çıxsam 3. 81'ə vursam olacaq 243. Yəni B variantı. 50-ci sual. İntegral x'in kubu çıxaq 9x'in kvadratı plus 27x minus 27. Aşağıda da verib x kvadrat minus 6x plus 9 dx. Fikir verin, integral aşağı x çıxaq 3'ün kvadratının açılışıdır. Sürət isə x minus 3'ün kubunun açılışıdır. dx bərabər. Deməli, burada bunlar gedir. Olur integral x minus 3 dx. Bunu da ayrı-ayrı yazsam, yəni integral x dx çıxaq. Yəni burada x 3'dən fərqli olma bu heç. Deməli 3 dx. Deməli x'in integralı x kvadrat bölü 2'dir. Deməli x kvadrat bölü 2. 3'ün integralı 3x'dir. Üstə gəl bir də c olacaq. Cavabımız olacaq A variantı.